Mən Akşin Fatih'dən danışmaq istəyirəm. Akşin Fatih'ə mən neçə dəfələrlə səhnə işlədir də, bilirsiniz. Neçə dəfələrlə Akşin Fatih'lə danışmışam, hətta yazışmalarımız da telefonda durur. Demək, mənə dedikin şeydir, bir gün vaxtınız olanda gəlin, oturaq 11-dən sonra mən burada oluram, söhbət eləyək, çıxarsınız mənim səhnəmə. Sonra bir-iki dənə şeylər oldu ki, mən vacəhinə getdim ki, demək, mən Akşin bəyə mən səhv eləmirəm. Niyə? Valla neçə dənə müğənnilər var, xanım müğənnilər var. Prosta Qronak adlarını çəkib, yəni onlara reklam vermək istəmirəm. Yəni onlar bu dəqiqə sürünürlər onun həyat yoldaşının arxasında ki, 5 manat qırsınlar, hansısa nəsə eləsinlər. Niyə ki, budur ki, deyir ki, mən Akşin vaxtında, yəni Akşinlə münasibət qururam, sonra Akşin məni çıxardıb səhnəsinə. Valla, onun